Salam dəyərli izləyicilər. Bugün sizi texnologiya dünyasındakı ən son və diqqət çəkən yeniliklərlə tanış edəcəm. Odur ki, diqqətiniz Texno Xəbərdə olsun. NASA raketi Artemis 2-ci missiyası çərçivəsində göyərtəsində 4 astronavtla uğurla start götürüb. Uçuşun ilk saatlarında Orion kosmik gəmisi yer orbitinə daxil olub və sistem yoxlamaları ilə naviqasiya testlərini həyata keçirib. Missiyanın 3-cü və ya 4-cü günündə gəmi Ay istiqamətində trayektoriyasına başlayacaq və onun cazibə sahəsinə daxil olacaq. Təxminən 10 gün davam edəcək missiya zamanı astronavtlar Ayın orbitinə səyahət etsələr də səthə eniş etməyəcəklər. Qeyd edək ki, uçuş NASA-nın insanları təhlükəsiz şəkildə Aya göndərmə imkanlarını nümayiş etdirməyə hədəfləyir. Microsoft tərəfindən yayımlanan yeni araşdırma təşkilatlara xəbərdarlıq edir ki, təhdid aktorları artıq süni intellekti öz iş proseslərinə inteqrasiya etməyə başlayıblar. Bu isə onlara hücumlara daha sürətli həyata keçirmək, təhlükəsizlik mexanizmlərini aşma və zərərli fəaliyyətləri daha effektiv icra etmək imkanı verir. Kibercinayətkarların da artıq biznes modellərinə bənzər şəkildə korporativ strukturlar, xidmət tipli yanaşmalar və ixtisaslaşma ilə fəaliyyət göstərdiyi qeyd olunur. Əsas məqsədi isə zərərli əməliyyatların sürətini, miqyasını və dayanıqlığını artırmaqdır. Kibercinayətkarlar generativ AI-dan istifadə edərək phishing mesajları hazırlayır, məlumatları tərcümə edir, oğurlanmış məlumatları xülasələndirir və zərərli proqramlar yaradırlar. Yaxın Şərqdə baş verən gərginlikdən sonra internetdə zərərli məlumat axını 245% artıb. Həmin dövrdə avtomatlaşdırılmış kəşfiyyat fəaliyyəti 65%, istifadəçi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər 35%, açıq xidmətlərin aşkarlanması üçün aparılan infrastruktur skanları 52%, botnetlərin aşkarlanması ilə bağlı fəaliyyət 70% artıb. Yaxın Şərqdə davam edən münaqişə qlobal iqtisadiyyatın turizm və enerji sektorlarına da təsir göstərərək geniş miqyaslı dalğa effekti yaradıb. Texnologiya dünyasındakı yeniliklər bugünlük bu qədər idi. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.